Şah İsmayıl Səfəvi Xətai kimilərinə görə bölücü bir məzhəbçi, kimilərinə görə böyük bir hökmdar, kimilərinə görə qızılbaş, kimilərinə görə şiə. Əvvəla bunu demək lazımdır ki, tarixi bir şəxsiyyətin əqidəsini bilmək istəyiriksə, ondan günümüzə bir əsər qalıbmı, qalmayıbmı, ona baxmalıyıq. Şah İsmayıl Xətaidən günümüzə tarixçi Roger Savorinin ifadəsi ilə desək, türk dilinin Azəri aksanında, Azəri ağzında, yəni Azəri ləhcəsində çox gözəl, möhtəşəm bir divan gəlib çatıb və o divan həqiqətən də Xətainin görüşlərini əks etdirəcək və bizdə bir qənaət yaradacaq qədər zəngin bir divandır. Həmin divana biz baxdıqda, yəni Xətai kim olub, hansı əqidənin sahibi olub bilmək istədiyimiz və divanı incələdiyimizdə Xətainin gözəl şeiriyyatı ilə, beytləri ilə, bəndləri ilə, əsərləri ilə qarşılaşmaqdayıq. Məsələn, Xətai bir beytində deyir ki, Lövh-ü məhfuzun Xətai əbcədin qıldı bəyan, div deyilsən xatəmin xətmində Fəzlullahı gör. Bu fikir hürufiliyin qurucusu Fəzlullaha göndərmədir. Bu da Xətainin həqiqətən də hürufilik haqqında məlumat sahibi olduğunu, hürufilərdən təsirləndiyini və onları yaxşı-yaxşı bildiyini göstərməkdədir. Başqa bir beytində isə deyir ki, Camalın səhvasında xətt-i halın, üzündə ayəti Qurandır ey dost. Bu Xətainin açıq-açıq hürufi görüşləri olduğunu sübut etməkdədir. Və burada ortaya qəribə bir sual çıxır. Biz Xətaiyə nə deyəcəyik? Hürufi mi, şiə mi? Çünki bildiyimiz kimi, klassik şiə ekollarında hürufilik və bu əqidədən olan digər sufi qrupları haqqında o qədər də müsbət fikirlər yoxdur. Və onlar həqiqətən də, yəni İmamiyyə məzhəbi olsun və digər bu ekoldan olan şiələr olsun, sufilərə heç də yaxşı baxmamaqdadırlar. Digər tərəfdən biz Xətainin divanında şiələrin heç bir qrupunun sevmədiyi Qələndərilər, yəni Anadolu sufiləri haqqında müsbət fikirlər görməkdəyik. Burada da ortaya bir sual çıxır. Xətai əgər həqiqətən də sufi idisə, ki bu arada sufidir, niyə Azərbaycanda şiəliyi yaydığı iddia edilir və bu qədər çox iddia edilir? Əvvəla bunu bilmək lazımdır ki, xəlifəlik seçimində, yəni İslam tarixindəki ilk 4 xəlifə, Əbu Bəkir, Ömər, Osman və Əlinin seçimləri məsələsində Həzrəti Əlinin haqqının qəsb edildiyinə inanmaq sadəcə şiələrin getdiyi bir yol deyil. Bəkdaşilər də eyni düşüncədədir, Ələvilər, yəni Anadolu qızılbaşları da eyni düşüncədədir və bu ekoldan bir çox cərəyan vardır ki, hansı ki biz onlara şiə demirik, özləri də onlara şiə demir, özlərinə. Şiələr də onlara şiə demir, amma İmam Əlini dəstəkləyirlər. Biz əslində qızılbaşlığın sosial və ictimai təməlini bu qruplarda axtarmalıyıq. Qələndərilərdə, ahilərdə, bəkdaşilərdə, ələvilərdə və türk İslamını simvolizə edən, türk batini idrak fəlsəfəsini özündə əks etdirən bu kimi icmalarda və qruplarda. Və bu qrupların heç birisi şiə olmadığı kimi, şiələr də onları şiə saymırlar və dolayısıyla da Şah İsmayıl Xətaini klassik təbirlə bir şiə adlandırmaq ən azından Xətaini yetərincə doğru şəkildə təhlil etməmək deməkdir. Çünki Xətai bir şiə deyildi. Xətai bir mütəsəvvif idi. Bir sufi təriqətinin şeyxi, şeyxlərinin soyundan gələn bir şeyx idi. Təsəvvüf Səfəviyyə təriqətinin ta Şeyx Səfiyyətdindən bu yana bütün mürşidlərinin əsas istiqaməti idi. Təsəvvüfsüz Səfəviyyə təriqətini müşahidə etmək olmaz ki, nə deyir Şah İsmayıl Xətai? Girdim Adəm cisminə kimsə də bilməz sirrimi, mən bu Beytullah içində ta əzəldən var idim. Bu bir şiə sözü deyil. Bu bir hürufi sözüdür, bu bir qızılbaş sözüdür. Qızılbaşlıq da şiəlik deyil. Niyə Azərbaycanda şiəlik bu qədər yayıldı məsələsinə gələk? Çünki bu əslində hüquqi bir məsələdir. Yanlış xatırlamıramsa, Mustafa Əkinçi kimi bəzi tarixçilər, tədqiqatçılar bu məsələyə girmişdir Şah İsmayılın inanc dünyası barədə.
Şiəlik hürufilik kimi digər icmalardan fərqli olaraq oturmuş bir sistemi olan bir ekoldur. Çünki biz baxdığımız zaman da Bəşdaşilikdə də, Ələvilikdə də, bu kimi digər qruplarda da bir hüquq sistemi ilə qarşılaşmamaqdayıq. Xətai isə bir dövlət qurucusu idi. Yeni bir imperiya qurmuşdu və qurmuş olduğu imperiyanı hüquq sistemi olmadan ayaqda tuta bilməzdi. Buna görə də Xətai 1501-ci ildə Cəfəri məzhəbini Səfəvilər dövlətinin rəsmi məzhəbi elan etdi. Və bu Qızılbaşların 250 illik paradigmada şiələşməsi prosesinin də təməlini qoydu ki, bu səbəbdəndir ki, Azərbaycanda yüz minlərlə insan qızılbaşlıq və şiəlik arasındakı fərqi bilmir. Lakin bunu da deyim, bu dilemmada bütün Azərbaycanın və ya bütün İranın şiələşməsini sadəcə Şah İsmayıl Xətai ilə sınırlamaq, sərhədləmək də tarixi əslində təhrif etmək deməkdir. Çünki Şah İsmayıl Xətaindən sonra gələn hökmdarların dövründə bu şiələşmə prosesi getdikcə artan bir nisbətdə davam etmişdir. Elə Şah İsmayıl Xətai gəldi, hər kəsi bir anda zorla şiə etdi, belə bir şey yoxdur. Şah İsmayılın baş vəziri Zəkəriya, Əmir Zəkəriya sünni idi. Hansı ki, Şah İsmayılə sünni düşməni deyirlər. Şah İsmayılın müttəfiqi Nəqşibəndi təriqəti bir sünni təriqəti idi. Xoca Əbdülrəhim Nəqşibəndi ki var, Xorasan səfərində Şah İsmayılə dəstək olmuşdu özbəklərə qarşı müharibəsində. Və bu şəxsiyyət də, bu təriqət də sünni idi. Şah İsmayıl Xətainin yeznəsi, daha doğrusu yeznələri, Şəki hakimi ilə Şirvanşah Şeyxşah, ikisi də sünni idi. Şeyxşaha Şah İsmayılın sağlığında, Şəki hakiminə isə onun vəfatından sonra Şah Təhmasibin dövründə Şah İsmayılın qızları ərə gedib. Və bu da Səfəvilər dövlətinin nəinki sünni düşməni, hətta sünnilərlə qohum olduğunu, hətta ordusunda Hüseyin xan kimi sünni əmirlərin olduğunu bizə göstərməkdədir. Səfəvilər dövlətinin sünnilərə qarşı mövqeyini təsəvvürümüzdə canlandırarkən nəyə əsas götürməliyik? Əvvəla bunu bilməliyik ki, Şah İsmayıl Xətai tarixi bir şəxsiyyət olaraq dünyaya gəldiyi anda ailəsinə qarşı hücum edən düşmənlərlə savaşda özünü tapmışdı. Yəni bir insan düşünün, daha bir yaşı tamam olmamış atası öldürülüb. Atasından əvvəl babası öldürülüb. İkisinin də başı kəsilib. Daha sonra isə böyük qardaşı Sultan Əli öldürülüb. Şah İsmayıl Xətai hakimiyyətə gəldikdən sonra istər Bakı qalasının fəthində, istər digər bölgələrə səfərlərində bu qatillərin, yəni Səfəviyyə təriqətinin müridlərinə, qızılbaş sufi əskərlərinə, qazilərə qarşı döyüşən və atasının ya babasının, qardaşının qətlində iştirak edənlərin təsbit edilməsi və cəzalandırılması haqqında sərəncamlar vermişdi ki, Azərbaycan tarixçiliyində bir çox saxtakar bu sərəncamları bir qan bahası deyil də din bahası olaraq qələmə verməyə çalışmaqdadır. Sanki Şah İsmayıl deyib ki, orada sünni görürsünüz qırın. Halbuki elə bir mənzərə yoxdur. Tarixi mətnlərdə, xronikalarda, istərsə də o dövrdə yazılmış digər əsərlərdə. Belə bir mənzərə yoxdur, bunu da deyim. Elə bir mənzərə olsaydı, ən azından Şah İsmayılın ən az 5 dəfə ova gəldiyi Şəkidə bu gün sünni heç olmazdı, yaşamazdı. Ki, mən də şəkiliyəm bu arada. Şirvanda sünni olmazdı. İranın digər bölgələrində sünni qalmazdı. Olmazdı demirəm, qalmazdı deyirəm. Halbuki qalıb. Bunlar Şah İsmayıldan sonra göydən enmədilər. Şah İsmayılın dövründə bunlar yaşamaqdaydılar. Şah İsmayılın dərdi də sünniləri ortadan qaldırmaq deyildi. Ki, Osmanlı əskərlərinin Çaldıran döyüşündən sonra Təbriz şəhərində Yavuz Sultan Səlimə verdikləri diləkçədə də deyilir ki, Osmanlı əskərləri yazır ki, öz padişahlarına İstanbulda öz din adamlarımız bizi aldatdı və bu hücum etdiyimiz məmləkətin insanları bizim kimi Məhəmmədi əzan oxuyurlar, bizim kimi namaz qılırlar, bizim kimi oruç tuturlar, zəkat verirlər. Biz hansı dini əsaslar əksənində bu millətə divan tuturuq? Bu insanları qətlə yetiririk. Bizim bu insanlara qarşı savaşımız
haqlı bir savaş deyil. Bu barədə İstanbuldakı din adamlarımız bizi kifayət qədər bilgiləndirməyiblər. Əgər savaş din üçün deyil də mülk üçün aparılırsa belə, biz yenə də bu savaşa razı deyilik. Bunu deyir Osmanlı əskəri ki, Osmanlı mənbələrində də buna dair statlar kifayət qədər zəngindir. Bu təqdirdə də Şah İsmayıl Xətainin üzərinə atılmış böhtanların əslində o qədər də qüvvətli olmadığını görürük. Tam tərs perspektivdən Osmanlı mənbələrinə baxdığımızda, Osmanlı sultanlarının fəaliyyətlərinə baxdığımızda, Səfəvi tarixşünaslığında heç rastlamadığımız məzhəbçi fətvalarla qarşılaşmaqdayıq. Məsələn, Osmanlı din adamlarına görə Qızılbaşın arvadı haqq məzhəbdən, yəni güya haqlı olan Osmanlı tərəfindən vuruşan əskərlərə halaldır. Qızılbaş qadınları. Qızılbaşlarla savaşmaq kafirlə savaşmaqdan daha böyük savabdır. Bu kimi fikirlər Kəmal Paşazadədə olsun, Yavuz Sultan Səlim dönəmindən bu yana yaşamış digər din adamlarında olsun, İstanbul müftülərində olsun, hamısında müşahidə etməkdəyik. İndi ortaya bir sual çıxır. Madem Şah İsmayıl bu qədər dini bölüb, niyə bir şiə, niyə bir qızılbaş din adamı sünnilərin arvadlarını bizə halal elan etməyib? Niyə onların canını bizə halal elan etməyib? Niyə onlar haqqında hər hansı bir təhqiramiz fətvanı biz görməməkdəyik? Bilirsiniz, tarix əslində xronikalardan da ötə bu kimi mövzularda dini fətva və fərmanlara müraciət edir. Biz məzhəbçi sərəncamları Səfəvilərdə yox, Osmanlılarda görməkdəyik. Biz bu ekoldan görüşləri Səfəvilərdə yox, Osmanlılarda görməkdəyik. Şah İsmailin sünni müttəfiqləri olub, sünni yeznələri olub, sünni əmirləri olub, sünni vəzirləri olub. Kəmaləddin Behzad ki var, Səfəvi sarayının baş katibi. Bəzi mənbələrdə onun da sünni olduğuna dair təvatürlər, qeydlər var. Lakin biz Osmanlı sarayında tək bir qızılbaş paşa görməməkdəyik. Tək bir qızılbaş, nəinki xanədan yeznəsi, heç saray qulluqçusu belə görməməkdəyik. Burada da insan düşünmədən edə bilmir kimdir məzhəbçi, kimdir dini bölən. Xətai özündə şiə deyil bir qızılbaş olub, Azərbaycanın şiələşməsi isə Xətaidən daha sonra gələn hökmdarların dövründə uzun vədəli bir zaman dilemmasında baş verən bir paradigmadır. Bunu sadəcə Şah İsmayıl Xətaiyə yozmaq əslində tam bir bilgisizlik örnəyidir. Çünki hətta Şah Abbasın özü belə bəzi mənbələrdə Şah İsmayılı bu fikirlərinə görə yer gəlmişkən tənqid eləyir. Çünki Şah Abbas klassik bir şiə idi. Şah İsmayıl isə bir şiə deyildir. Bir təsəvvüf din adamı, bir fərqli sufistik, mistik görüşləri olan bir insan idi. Ki, Girdim Adəm cisminə beytində də Quran-ı Kərimin Sad surəsinin 71-72-ci ayətlərinə göndərmə edərək Tanrının ruhunun, Allahın ruhunun, insanın ruhunun qaynağı olduğunu, insanın ruhunun Allahdan gəldiyini iddia edir, düşünür Şah İsmayıl Xətai və göndərməsini də Quranın ayətinə eləyir. İndi bəyənərsiniz, bəyənməzsiniz, bu sizin öz işinizdir. Ancaq tarixi şəxsiyyət bütün təbiəti ilə ortadadır və bu adam dini bölməyib, Azərbaycanı şiələşdirmək sadəcə ona yozula bilməz. Çünki hər şey bir qırağı özü şiə deyil. Və Xətainin sufizmini anlamadan da Xətaini tənqid etmək absurddur. Həmçinin Osmanlı din adamlarının, Osmanlı tarixçilərinin Azərbaycan xalqı, yəni o dövrün təbiri ilə məmləkətani qızılbaşiyə insanı haqqındakı fətvaları, fərmanları da məzhəbçiliyin Səfəvilər tərəfindən yox, Osmanlı tərəfindən edildiyini göstərməkdədir. Hücuma məruz qalan Osmanlı deyil, Səfəvilərdir. Bütün savaş arenaları, bütün savaş cəbhələri Şərqi Anadolu, İraq torpaqları və Azərbaycan bölgələrində baş verib. Ki, bu bölgələrin heç birisi Osmanlı ərazisi deyil. Müharibələrin hamısı Səfəvilər ərazisində cərəyan edib. Bu təqdirdə də biz münaqişənin başladıcı qüvvəsinin Səfəvilər yox, Osmanlılar olduğunu artıq başa düşməliyik. Artıq anlamalıyıq.
və Şah İsmayıl Xətai Səfəvi Azərbaycan tarixinin görə biləcəyi ən böyük şəxsiyyətlərdən biridir. Məzhəbçi deyil. Məzhəbçiliyə dair göndərmələri də təhlil edilməlidir. Məsələn, bir çox Səfəvi mənbəsində də yazılmış belə bir fikir var ki, Şah İsmayıl Xətai Təbrizdə Cəfəriliyi rəsmi məzhəb elan etdikdən sonra əmr verir ki, harda sünni varsa qırın. Buna bənzər görüşləri bir çox tarixçi iddia edib, bir sıra mənbələrə istinadən də əsaslandırmağa çalışıb, lakin mən öz fikrimi belə ifadə edim. Şah İsmayıl Xətainin Azərbaycan və İranı tamamilə Səfəvi hakimiyyəti altında birləşdirməsindən sonra Xətainin qardaşlarından Süleyman Mirzənin Xətai uzaq bir diyara səfərdəykən, Xorasan bölgəsindəykən Xətaiyə qarşı üsyan elədiyini görməkdəyik. Süleyman Mirzə üsyan qaldırdığı zaman Xətainin, bəzi mənbələr ifadə edir ki, məsələn, Xətai Təbrizə girəndə şəhərin üstə ikisi sünni idi, onları zorla şiə etdi. Halbuki Süleyman Mirzənin üsyanında biz görürük ki, Təbriz əhalisi onları zorla şiələşdirdiyi iddia edilən Şah İsmayıl Xətainin tərəfini tutur. Daha doğrusu Süleyman Mirzəyə etibar etmir və Süleyman Mirzəyə üsyancılara qarşı Təbriz cəmaatı Qızılbaş sufilərin, yəni Şah İsmayılın əsgərlərinin tərəfində vuruşur. Üsyancıları şəhərə qoymur. Bu təqdirdə də ortaya bir sual çıxır. Əgər bir müstəbiddirsə Şah İsmayıl, Azərbaycanı zorla şiələşdiribsə, Təbrizi zorla şiələşdiribsə, niyə Təbriz cəmaatı əlinə fürsət düşmüşkən Şah İsmayıla qarşı gəlmədi? Niyə Şah İsmayılın hakimiyyətini müdafiə etmək üçün onun üsyancı qardaşına qarşı cəbhə aldı? Niyə Qızılbaş ordusuna dəstək oldu və tərəfini də belə qoydu? Bu, əslində Şah İsmayıla yönəldilən bu iftiranın, yəni qətliamlar iddialarının, buna dair təvatürlərin əslində o qədər də səhih olmadığına dair bizdə bir fikir, bir qənaət yaratmaqdadır. Çünki əgər belə bir hadisə baş vermiş olsaydı, Təbriz cəmaatı, indi təbii ki, o qətliam əgər olubsa belə, o qətliam zamanı, bəzi mənbələrdə keçən şəhərin üstə ikisi sünni idi ifadəsi ilə biz əsaslandırası olsaq məsələni, Şah İsmayıl Xətainin o üstə iki hissənin hamısını qırdığını düşünmək birincisi doğru bir təhlil deyil. Bu mümkün deyil onsuz da. İkincisi, varsayaq ki, belədir. Varsayaq ki, bəzi sünnilər həqiqətən də Şah İsmayıl Xətainin qorxusundan öz inanclarını gizlətmişdilər. Niyə bu fürsətdən istifadə etmədilər? Niyə onun qardaşının üsyanına qoşulmadılar? Niyə Şah İsmayıl Xətaini dəstəklədilər? Bu da tarixi inkişaf dinamikasında bir problem, bir polemika olaraq qarşımıza çıxmaqdadır. Və bu da Şah İsmayıla yönəldilən, özəlliklə Təbriz qətliamı iddiasının səhih olmadığını bizə göstərməkdədir. Tarixçilərdən öyrənmək lazımdır. Tarixçilərin hamısını da skeptik olaraq dinləmək və oxumaq lazımdır. Çayçılarda, kafelərdə, qəhvəxanalarda, bu kimi sosial yerlərdə tarixdən danışan insanların söhbətlərini bir çayçı söhbəti, bir kafe söhbəti, bir qəhvəxana söhbəti olaraq tələqqi etmək lazımdır. Orada edilən söhbətlərlə tarixi bilgisi olmayan insanların iddiaları ilə tarixi bir şəxsiyyət haqqında hər hansı bir hökmə varmaq olmaz. Zamanına görə, dövrünə görə qiymətləndirmək lazımdır. Və bütün hər şeyi ilə bir şəxsiyyəti öyrənmədən də o şəxsiyyət haqqında hər hansı bir qənaətə varmaq olmaz. Bu, həqiqətən də çox böyük şəxsiyyətdir. Örnək olması baxımından bizim xalqımızda mənim heç bəyənmədiyim bir xüsusiyyəti də vurğulamaq istəyirəm. Fransa böyük imperatoru Napoleon Bonaparte Borodino səfərində Rusiyaya qarşı 700 minlik ordu toplayır. Halbuki geri dönüşdə o 700 min Fransız əskərinin sadəcə 70 mini qayıdır. Buna rəğmən siz bugün Marselə, Lyona, Parisə getsəniz, Fransanın hər hansı bir şəhərlərində və ya Fransa olmasın, fransız birinin olduğu bir sosial məkanda
Napolyon Bonaparte haqqında tək bir neqativ fikir işlətsəniz, ən yaxşı ehtimalda döyülə bilərsiniz. Amma bizimkilərə gəlirik, Şah İsmail dini bölüb, Şah İsmail onu eləyib, Şah İsmail bunu eləyib. Tarixi şəxsiyyətimizdir. Onu doğru dəyərləndirmək lazımdır. Onu anlamaq lazımdır. Çünki onu anlamadan fəaliyyətini anlaya bilməzsiniz. Məndən bu qədər. Ümid eləyirəm ki, fikrimi kifayət qədər əsaslı izah edə bilmişəmdir. Bir şey də unutdum. Hüquq sistemi, hansı ki mən bayaq vurğuladım, Bəkdaşilikdə qızılbaş ekollarının kökünün ictimai, sosial olaraq kökünün dayandığı sufi təsəvvüfi qruplarda hüquq sistemi yox idi. Lakin Cəfərilikdə, yəni şiəlik ekollarında belə bir hüquq sistemi olduğu üçün də Şah İsmail İmam Əli xətti ilə gedən bir adam olduğu üçün, İmam Əlinin haqqını müdafiə etdiyi üçün və onun haqqının qəsb edildiyini, təhrif edildiyini düşündüyü üçün özünə ən yaxın qrup olan Cəfəriliyi məzhəb olaraq seçdi. Bu, onun şiə olduğu anlamına gəlmir. Şah İsmail Xətai bir türk sufisi idi.